5 iyun 2025-ci il bir qalmaqallıq xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsinə vurmaqla bizə abunə olun. Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay Thai Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib. Statinfo xəbər verir ki, Araz Musayev yaydığı video açıqlamada bir sıra iddialar səsləndirib. Deyib ki, məni Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay Thai Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb. Son addım isə killer tutmaq oldu, deyib Musayev. Məsələ, dəyərli izləyicilər, sosial şəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb olub. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Musavat.com-a danışıb. Bu barədə ona cavab verib Araz Musayeva. Deyib ki, onun fikirləri əsassız, böhtan və şər xarakterlidir. Görək icra başçısı nə deyib. Hadisə ilə bağlı heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yol verilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri, yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır. Adil Əliyev həmçinin deyib ki, əslində Araz Musayev bu açıqlaması ilə özünü ifşa eləyir. Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli, ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq, nəticəni gözləmək lazımdır. Bildirək ki, dəyərli izləyicilər, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Thai Federasiyasının prezidenti 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Zəhmət olmasa kanalımızı takip edin, bax bura basmaqla.